Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Dolça Bürcü zəkanın və azad ruhun simvolu salam. Əziz izləyicilər, bu videoda Dolça Bürcü haqqında danışacağıq. Qeyd edək ki, bürclərlə bağlı məlumatlar əyləncə və ümumi xarakteristikalar məqsədi daşıyır. Hər insanın xarakteri fərqlidir və təkcə bürcü ilə müəyyən olunmur. Dolça Bürcü hava ünsülünə aid olan bürclərdən biridir. Bu bürcdə doğulan insanlar adətən fərqli düşüncə tərzi, geniş dünya görüşü və güclü məntiqi ilə seçilirlər. Onlar yenilikləri sevir, köhnə qaydalara korkarani əməl etmək əvəzinə öz yollarını tapmağa çalışırlar. Dolça Bürcünün ən diqqət çəkən xüsusiyyətlərindən biri onun ağıllı və müşahidəçi olmasıdır. Bir çox hallarda hadisələri baş vermədən əvvəl hiss etdikləri düşünülür. Buna görə də insanlar arasında onların güclü intuisiya sahibi olduğu söylənilir. Bəziləri buna 6-cı hiss də deyirlər. Sevgi mövzusunda Dolça Bürcü sadiq və dürüst olmağa çalışır. Onlar münasibətlərdə qarşılıqlı hörmətə və etimada böyük önəm verirlər. Azadlıqlarını sevsələr də həqiqi sevgini tapdıqları zaman qarşı tərəfə dəyər verməyi bacarırlar. Dolça Bürcü haqqında maraqlı bir kuplet Dolça kimi parlaqdır. Ulduzlu səma sevgisi saf olar ürəyində dünya. Bir çox astroloji mənbələrdə Dolça Bürcü zəka baxımından güclü bürclərdən biri hesab olunur. Onlar problemlərə fərqli yanaşır, həll yollarını sürətlə tapa bilir və çətin vəziyyətlərdə soyuqqanlı davranmağa çalışırlar. Müqayisə üçün deyə bilərik ki, əkizlər bürcü də çevik düşüncəsi ilə tanınır, tərəzi bürcü isə balanslı qərar verməyə üstünlük verir. Dolça isə daha çox yenilikçi ideyaları və qeyri-adi baxış bucağı ilə seçilir. Dolça Bürcünün həyat eşqi adətən yüksək olur. Onlar yeni yerlər görməyi, yeni insanlarla tanış olmağı və yeni biliklər əldə etməyi sevirlər. Daim inkişaf etmək istəyi onların ən güclü tərəflərindən biridir. Dostluq münasibətlərində də dolçalar etibarlı olmağa çalışırlar. Onlar səmimi insanları sevir, saxtakarlığı və ikiyüzlülüyü xoşlanırlar. Buna görə də ətraflarında az sayda, lakin dəyərli dostların olmasına üstünlük verirlər. Astrologiyaya maraq göstərən insanlar arasında Dolça Bürcü çox vaxt azad ruhlu, ağıllı və fərqli düşünən insanlar kimi tanınır. Onlar gələcəyə baxmağı, yeniliklər yaratmağı və başqalarından seçilməyi sevirlər. Bunda bir daha xatırladaq ki, hər insan öz əməlləri, düşüncələri və seçimləri ilə fərqlənir. Bürclər isə sadəcə maraqlı müşahidələr və əyləncə məqsədli məlumatlar təqdim edir. Videonu bəyəndinizsə bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın. Yeni maraqlı mövzularda yenidən görüşənədək sağ olun.